Qardaş, xahiş edirəm, bir dəqiqə sağ ol, xahiş edirəm, çox sağ ol. Nə oldu Elmar? Bax. Gözdə gələm. Zibra qalsın, qaldım yolun ortasında bu. Harası xarab oldu, harasını düzəldim mən, neyniyim? Qardaş, hər şey yaxşıdır, kömək lazımdır. Sən neynəsən burada? Salam qardaş, necəsiniz? Tamam, Sizin yolunuz təsadüfən Koroğludan keçmir. keçir, nə olub ki? Zəhmət deyilsə, biz rayondan gəlmişik, üstümüzdə də pul yoxdur. Bizi düşürdərsiniz də o tərəfdə. Məzələnirsən sən? Bunları da oradan da apararsan, rayondan gəliblər, evitlərinə, fasonlarına bax bunları. Düz deyirsən, iyi falan da gələcək bunlardan. Onsuz da maşını da yeni tutmuşam. Yəni taksiyəsə də oxşuyuruq, səviyyəmizə də uymurlar bunlar. Qıracım da indi deyən görə. Yox, Ebrat, gedəsə olma. Bir insan var, kömək elədi bizə, yol üstü apardı. Mən də səni gördüm, dedim, saxlasın maşını. Hər şey yaxşıdır. Sən də özüm əlli eləyəcəm. Bax da. Qardaş, mən maşını ustasıyam, gəl mən sənə kömək eləyim. Şo, brat, hazırdır. Çox sağ ol qardaş, təşəkkür edirəm. İnan Allaha, deməyə söz tapmıram. Yəni mənə çox utandırdın səni götürməyimə görə. Yəni haqqını halal elə. Nə yaxşı ki, belə insanlar var. Çox sağ ol. Problem yoxdur. Sağ ol. Yaxşı yol. Sən özünü niyə bu qədər alçaldırsan ki? Ay, üzr istəyirəm, çox sağ olun. Az danış, bir saatdır mən burada yolda qalmışam. Onlardan başqa bizə heç kim kömək eləmədi. İnsanda gərək biraz adamlıq olsun. Biz baxıb onlardan nümunə götürməliyik. Gör necə gözəl insandılar. Sən hardan biləsən?